10-10. თუ კავკას აუტოდილერიდან მარნეულის საავტომობილო ტერმინალში შეგიძლია მომსახურების სააგენტოს ყველა სერვისით ისარგებლო, რაც მოიცავს ავტომობილის ადგილზე გაფორმებასა და რეექსპორტის გამარტივებულ პროცესს. ავტომობილის განთავსებას პორტიდან პირდაპირ მარნეულის ტერმინალზე 6 თვის ვადით უფასოდ შეძლება, თანაც ტრანზიტული ვადის ათვლის გარეშე. დეტალებისთვის დაგუპირდეთ ნომერზე 032 255 1155. შემისვლა Amerikan Hospital Tbilisi, sağlamlığınız üçün doğru seçim, peşəkar həkimlər, beynəlxalq standartlar və fərdi yanaşma. Qəbula yazılmaq üçün 009-009 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ünvan, Tbilisi şəhəri, Uşangi Çxeytsi küçəsi 17. Yaz mövsümü işləri üçün Kirsalda 300 min liraya qədər agrokreditdən gəlirlərinizə uyğunlaşdırılmış ödəniş qrafiki ilə yararlana bilərsiniz. 50 min liraya qədər məbləği isə drone təminatı olmadan əldə etmək mümkündür. Maliyyələşdirmədən kənd təsərrüfatı texnikasının alınması, inventarın yenilənməsi və ya zəruri agro-istehsal materialların əldə edilməsi üçün istifadə edin. Kirsalda agrokredit təsərrüfatınız üçün daha çox imkan. Əlaqə nömrəsi განათავსეთ რეკლამა რადიო მარნეულის ეთერში და მიეცით თქვენს ბიზნესს ზრდის ახალი შესაძლებლობა. დაგვირეკეთ 557 994 415. Bir hayat hikayesi. Sevinci, kederi, problemi ve hayat tecrübesiyle dolu olan təsirli ve ibretamiz bir hayat hikayesi. Her insanın özünə məxsus bir hayat hikayesi var. Müxtəlif hayat hikayelerini dinlemek için 96.9 tezliğinde Manol Radyosu'nun canlı efirinde Ubada Muhtarova'nın təqdimatında Çarşamba akşamı saat 12:00'da dinleyebilirsiniz. Salam hörmətli Radio Manoli dinləyiciləri. Bugün yenə də mən Radio Manoli canlı efirində bir həyat hekayəsi radio proqramında sizi salamlayıram. Əziz dinləyicilər, bugünkü axır çərşənbənizi də təbrik edirəm. Mübarək olsun. Yəni hər birinizi təbrik edirəm. Hər birinizə can sağlığı, uzun ömür bu bayramı ləzzətli keçirməyinizi arzu edirəm. Bugünkü bizim bir həyat hekayəsi radio proqramının qonağı Vidadi Boçalıdır. Salam Vidadi müəllim, necəsiz? Salam aleyküm. Vidadi müəllim, özünüzü təqdim edə bilərsinizmi dinləyicilərimizə? Baş üstə. İlk öncə Rübabə xanım sizi, sizin bütün heyəti təbrik edirəm. İlaxır çərşənbəsi, qarşıdan gələn Ramazan bayramı, Novruz bayramı münasibətilə və sizin simanızda bütün Gürcüstanda yaşayan qardaş bacılarımı təbrik edirəm. Neçə belə gözəl bayramlar keçirəsiniz. Mən Xəlilov Vidadi Sümbüloğlu, Ulu Borçalının Boylis rayonunun Ayorta adlanan dövlət səviyyəsində akart deyilən ağa yurdu olan o gözəl bir qədim eldən adam olmuşam. Çox gözəl. Uşaqlığınız necə keçib? Uşaqlığımız kənd həyatı necə olar? Gözəl olur. Gözəl, kənddə böyümüşəm, kənd uşağı olmuşam. 83-cü ilə qədər orta məktəb qutarandan sonra artıq Azərbaycana yol almışam. Vidadi müəllim, ailənizin sizin həyatınızda necə rol olub? Ailəmiz bilirsiniz, atam tələbkar olub, oxumaq barəsində tələbkar olub və məndən xahiş edib ki, və tələb edirdi ki, oxumağı. Orta məktəbi yüksək qiymətlərlə bitirmişəm. Sovet dövrü idi, 1983-cü ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya Biologiya Fakültəsinə qəbul olmuşam və o institutda fərqlənmə diplomu ilə bitirmişəm. Çox yaxşı. Vidadi müəllim, həyatınızda dönüş nöqtəsi olan bir hadisə varmı, bir hekayə varmı? Bəli, həyatımın
ən dönüş nöqtəsi 2010-cu ildə ağır xəstəliyə düşər oldum onkologiyadan. Onu göydə Allahın, yerdə həkimlərin və dostların, ailənin, qohumların dəstəyi ilə inşallah sağaldım. Bax, ən çətin həyatımın anı olubdur. Bəli. Yəni, yəqin ki, ən böyük qarşılaşdığınız Çətinlik olub. həyatınızda. İndiyə qədər verdiyiniz ən önəmli qərar? Rübabə xanım, ən önəmli qərar, mən qürbətdə yaşayıram. Borçalı ləqəbini özümə götürəndə çox götür-qoy elədim, çox fikirləşdim ki, bu şairlər yurdu, aşıqlar yurdu, ziyalılar yurdu olan Ulu Türk'ün adını daşıyan Borçalı ləqəbini mən daşıya biləcəm ya bilməyəcəm. Ən həyatımda ən belə verdiyim bu qərar bu olubdur və onu da çalışıram ki, bacardığım qədər doğruldan əməlimlə, sözümlə, Borçalının ziyalılarının gözəl sözlərinlə bax bu şəkildə çalışıram doğruldan. Ən çətin mənim üçün həyatda budur, Borçalı adına ləkə gətirməmək. Çox gözəl. Sizi ilham verən insanlar olub yəqin ki. Əlbəttə. Mənə ilk öncə ilham verən uşaqlıq çağından bizim ustad aşıqlarımız, Aşıq Hüseyin Saraçlı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kəmandar Əfəndiyev, bunların saza mənim bağlım onlarla əlaqədardır, onların ifalarıyla əlaqədardır. Allah rəhmət eləsin. Şeiriyyət aləmindədir Borçalımın gözəl şairləri, xalq şairi Zəlimxan Yaqubun, Abbas Abdullah'nın, Səadət Ana Butanın, İladi Öməroğlu'nun, bizim burada Marnolda Osman Əhmədoğlu'nun və ilaxır və bu şairlər sözləri mənə həmişə ilham veribdir. Bilirsinizmi? Zəlimxan Yaqubun Borçalı haqqında şeirlərindən belə bir bənd deyim. Deyir, neçə dəfə dəyişdilər adını, bircə dəfə dəyişmədi adını. Bilirsinizmi? Ona görə bu Borçalı mənim üçün müqəddəsdir. Səadət Ana Butanın şeirində deyən ki, Məkkəm, Mədinəm, imanım, dinim Borçalı. Həmən Borçalım. O ustadlara da dünyasını dəyişənlər Allah rəhmət eləsin. Qalan bu saat gözəl yazarlarımız var. Məsim bəy Göyüşov Kəpənəkçidən, Nəsrəddin müəllim Musayev, Ziyad Novruzoğlu'nun, ondan sonra canım sizə desin, dağda Ramiz Şindi Dağlı'nın, Çoban Musa'nın Hamamlı'dan şeirlərini, bizim Marnolda Gölarxudan Aslan müəllimin şeirləri, ondan sonra Sərxan Candarlı'nın şeirləri, bilirsinizmi, bunlar hamısı mənə ilham verir. Bu saat onlardan qidalanıram. Allah onların qələmlikdə eləsin. Bəlkə Vidadi müəllim, onların hansınızsa şeirini deyəm, sizin ifanızda eşitmək çox gözəl olar. Vallahi deyim, xalq şairi Zəlimxan Yaqubdan deyim. Deyir, bəşər yaddaşına yazdı, yaşatdı. Dünyaya tək gəlib, tək gedənləri. Hər ocaq yetirməz, hər ana doğmaz. Dünyaya pak gəlib, pak gedənləri. Kim sürdü ömrünü, kim verdi bada. Kimi doğmalaşdı, kimi döndü yada. Uzaqdan görmədim heç vaxt dünyada. Tanrı varlığına şək gedənləri. Şöhrət minilləri keçdi, haqladı. Nə dağ silkələndi, nə qaya laxladı. Allah qəlbində əziz saxladı. Allahı qəlbinə həkk edənlər. Allah bütün xalqımıza, müsəlman dünyamıza kömək olsun. Buyurun. Amin. Həyatda ən çox dəyər verdiyiniz şey nədir? Bu çox çətin sualdır. Həyatda ən çox dəyər verdiyim milli kimliyimizdir. Milli dəyərlərimizdir. Biz qürbətdə yaşayırıq. Mən hər zaman çalışıram ki, öz ulu babalarımızın, nurani pirani babalarımızın ağbirsək, haq gerçək nənələrimizin qoyub getdiyi, məsələn, adət ənələləri, toy adət ənələrini qoruyaq, saxlayaq, gözləyək və kimliyimizi bilək. Biz məsəl üçün, biz türkük, biz türklüyümüzü bilmirik. Bilirsiniz, bəlamız budur. Biz millət kimi, xalq kimi, biz Türkiyə, Azərbaycan bu coğrafi bir addır.
Ama millət kimi mən Türkiyəm. Azərbaycanımızda, istər Borsalımızda cürbəcür qardaş bacılarımız yaşayır. Hər birisi özünə, öz xalqının nümayəndəsidir. Məsələn, avar xalqı deyir, mən avaram. Məsələn, ləzgi xalqı deyir, mən ləzgiyəm. Biz deyirik Azərbaycan, qardaş, mənim köküm Türkdür. O Səadət Anaqutanın bir şeirində var, deyir, layləsi bir, nəğməsi bir. Kökü soyub qayəsi bir. Quranı bir, ayəsi bir. Dil nədədir fərqim mənim. Yaşa, yaşa Türküm mənim. Eşq olsun Türk dünyamıza. Buyurun. Sizi ayaqda tutan əsas prinsip nədir? Bilirsiniz, Rübabə xanım, əsas prinsip odur ki, mən Allah cəmi dünyasını dəyişənlər rəhmət eləsin. Atam mənə elə bir tərbiyə verdi ki, dedi bala, çalış, çalış, tamahının qulu olma. Tamahının qulu olma. Çünki insan azad doğulur. İnsan tamahının qulu olursa da, o insan insan ola bilməz. O bizim Fikrət Qocanın bir şeirində var deyir, sığındığım damdır. Dam da yağışda damdır. Hara baxırsan adamdır. Mən insan axtarıram. Mən insan olmağa çalışmışam həmişə. Ədaləti hər şeydən uzaq tutmuşam və heç zamanda deməli sərvət var, dövlət dalınca qaçmamışam. Şairlərimizin birinin bir var deyir, halal yolla qazan sərvəti pulu, alçalarsan olma tamahın qulu. Kökündən qurumayıbsa qızıl gül kolu, şaxtada, qarda da gül aça bilər. Tamahının qulu olmayla həyatın gözəl olacaq, insan olacaqsa. Prinsipim budur. Buyurun. Dəlməm, hal-hazırda nələ məşğul olursunuz? Valla, indi hal-hazırda mən Rusiyanın Yekaterinburg şəhərində yaşayıram. Toylar idarə edirəm, dəvət edirlər, toylara gedirəm, tamadalıq edirəm. Bu şəhərdən qalan vaxtımda kitabla mütaliə edirəm şəhərlərimizi. Yəni boş vaxtlarınızda xoşlayırsınız kitab oxumağa? Bəli, kitab gecə-gündüz. Mənim bir nömrəli dostum kitabdır. Ən sevdiyiniz kitablar var mı? Var, Şair Zəmxan Yaqubun 13 cildlik kitabı mənim evimdədir. Səadət Anaqutanın kitabları mənim evimdədir. Məsim Göyüşovun, şairimizin kitabı mənim evimdədir. Nəsrəddin Musayevin evimdədir. Bu yaxınlarda Faxralda qonaq oldum. Şair Cəlalın kitabı məndə var. Çox kitablarım, bəli. Çox gözəl, çox gözəl. Gələcək üçün məsələn, bax sizin hansı planlarınız var? Xanım, mənim gələcək üçün bircə planım var. Bu ulu Borsalıya dönüb, ömrümü bu Borsalıda yaşayıb, son nəfəsimi də bu Borsalıya verməkdir. Bu ayrı yön. Sadəcə olaraq Borsalı fikrindən, Borsalı həsrətinlə yaşayıram. Dönə bilmirəm ona görə ki, övladlarım ali təhsil alırlar. Onları orada qoyub gələ bilmirəm, olan təhsilini saxlaya bilmirəm. Vətən həsrət ayrı şeydir, deyir vətəndən didərgin düşməyən bilməz. Vətən nə deməkdir, el nə deməkdir. Utana gözü kölgəli qürbətdə yaşanan il nə deməkdir. Bax, Borsalıya dönməkdir. Borsalı, canım Borsalı. Çox yaxşı. Bax, Dəbi mənim, biz bilirik ki, gənc nəslə, indiki bu gənc nəsil, bu sosial media, internet vaxtında, yəni sizin bu gənc nəslə nə tövsiyəniz, nə arzularınız olardı, nə məsləhətiniz olardı? Rübabə xanım, mən bütün xalqımın gənc nəslinə tövsiyə edərdim və xahiş edərdim, yalvarıram, kitab oxuyun, elmli olun. Telefondan uzaq olsunlar, övladları telefona bağlı eləməsinlər. Həzrət Əli əleyhissalam deyirdi, dünyada ən güclü insan elmli insandır. Xalq şairi Zəmxan Yaqubun gözəl o zarafat gəlməsin sənə bu dünya şeirində deyir, başın var, başsızdan başını qoru. Başsızdan başını qorumaq üçün də sənə elm lazımdır, savad lazımdır. Kitab oxumağa dəvət edirəm və xahiş edirəm, yalvarıram ki, adət ənənələrimizi qorusunlar, milli kimliyimizi qorusunlar. Bax, bunu gənc nəslə elmli olsunlar, savadlı olsunlar. Mən demirəm,
inkişaf eləsinlər, yeni ixtiralar eləsinlər, ilk qabağa geçsinlər. Çox gözəl, Avropanın çox gözəl adətləri var, çox gözəl, onları qəbul eləsinlər. Mən onu arzulayıram cavanlara, kitab oxumağı, elmli olmağı, təhsilli olmağı. Təhsilli xalq hər şeyə qadirdir. Savadsız xalq işi çətindir. Onun gələcəyi yoxdur. Elm lazımdır, elmli olmaq lazımdır. Vallahi baxıram da məktəblərimizə, müəllimlərimizin sayı da azalıbdır. Bu belə getmən hara gedir? Belə getdikcə dilimizi itirəcəyik. Dilimizi itirəcəyik. Biz öz dilimizdə bu təhsil almalıyıq. Çünki hər bir gənc, belə bir böyük pedaqoqların belə bir fikri var. Deyir, hər hansı bir gənc hansı dildə təhsil alırsa, o təhsil alıb qutarandan sonra çalışanda öz xas olduğu millətinə qarşı xidmət eləməyəcək. Nə qədər özünü vətənpərvər göstərsə də, o təhsil aldığı dilin xalqına xidmət eləyəcəkdir. Ona görə mən öz dilimizdə uşaqları yalvarıram, qız uşaqlarını müəllimi sənətinə qoyun yiyələnsinlər, həkim sənətinə yiyələnsinlər, qoy məktəblərimiz cür olsun, uşaqlarımız ana dilimizdə oxusunlar, gələcəyimiz olsun. Çox gözəl ölkədir, Gürcüstan Respublikası, xanım gəlmişəm, baxıram, çox gözəl bu ölkədə qanun şahdır. Qanun şah. Allah Gürcüstan Respublikasını belə parlaq eləsin, bizim də xalqımızla, Gürcü xalqının bu dostluq, bu qardaşlığı əbədi olsun, daimi olsun, öyrənsinlər. Gürcü dili dövlət dilidir, hamımız öyrənməliyik, amma öz milli dilimizi də unutmamalıyıq. Bax, bunları deyə bilənəm, xanım. Qalbin Məmləkət bir dənə də şey deyəsiniz bizim üçün. Baş üstə deyim, deyir, yox, xalq şairi Zəlimxan Yaqubundur. Yox, mənimlə getməyəcək bu dünya. Mən geçsəm də nələr qalacaq. Ağlayan da tapılacaq, gülən də. Yenə sevinç, yenə kədər qalacaq. Bəzəyəcək xonçasını xonunu, dünya hər il dəyişəcək donunu. Mən görməsəm də zamanın sonunu, yerdə görməsəm də sonunu, axşam, səhər qalacaq. Dərd daşıdım, qəm yüklədim şələmə, şeirə dönüb səsim düşdü aləmə, ay Zəlimxan yaxşı sarıl qələmə, qalsa yenə bu nəğmələr qalacaq. Allah ustada rəhmət eləsin. Onun gözəl şeyləri çoxdur. Deyir, dünya mənə qucaq açıb gəl dedi. Mən bu dünyaya dərdi sərlə gəlmişəm. Öyrənmişəm uduzmağa, udmağa, atmaq üçün qoşa zərlə gəlmişəm. Çox çalışıb sellər məni apara, qoymamışam ruhu candan qopara, salam verib əlimdəki qabara, alnımda axan tərlə gəlmişəm. Allah ustada rəhmət eləsin. Ustadı borcumdur, onun şeylərini çox deməyə. Çoxdur. Saadət ananın özünün o qədər mükəmməl şeirləri var ki, hamısı bizim üçün həyatımızda bizə ilham verir. Düzdür. Qalbin müəllim, məsələn, həyatınızda geriyə dönsəydiniz, nəyi fərqli edərdiniz? Həyatımda geri dönsəydim, heç zaman Borçanı tərk eləməzdim. Heç zaman. Necə oldu tərk elədiniz? Bilsiniz mi, orta məktəbi qutardım, xanım. Ali məktəbə qəbul oldum, Azərbaycanda təhsil aldım, qutardım, gəldi Sovetlər Birliyinin sonuna düşdü, Sovetlər Birliyi dağıldı, ondan da pərən düşdük. Bax ona görə. Məsələn, olsa heç vaxt mən o ata ocağını, baba yurdumu tərk eləməzdim. Mən özüm o el, o Bakın çox darxıram, o bağlıyam. Deyir, Borçalı adında ellər içində. Ayorta adlı elim var elim. Çəmənlər, çiçəklər, güllər içində. Ətri ilə seçilən gülüm var gülüm. Bizim özümün şeirimdə kənd üçün yazmışdım. Ben bir şeirimdə də yazıram ki, yaman kövrəlmişəm, düşübdü könlümə. Mənə oğul deyən elim adağlar. Oğlumu gözləyir, gəzdiyim oymaqlar. Həsrətdən bükülür, elim adağlar. Vay elə dönərdim bacım. Elde yaşayardım, elin xeyrində, şərində iştirak eləyərdim. Qürbətdə yaşamaq vallahi çox ağırdır, çox ağırdır. Qürbət yükünü daşımaq çox çətindir.
Biz ilk olarak Azerbaycan'a gittik. Azerbaycan'dan da sonra Rusya'ya gittim. Rusya'da da Yekaterinburg şehrinde yaşayıram. Evlatlarım var, hamısı. Evladım bir inşallah fərqlənmə diplomundan Sverdlov Tibb Akademiyasını qurtarır. O birisi evladım 3-cü kursda, o da Tibb Akademiyası. Hamısı həkimlik oxuyurlar. Belə yaxşı gününüz olsun. Bax belə yaşayırsınlar. Lap yaxşı, Erdal müəllim. Bəlkə bir həyatınızda nəsə bir balaca belə bir hekayə var, bizimlə bölüşə biləcək. Mən bilirəm ki, sizin elə bir ki, çox rəngarəng həyatınız olur. O qədər həyatımızda elə zadlar, hadisələr baş verib ki, yazılsa kitaba, dəftərə sığmaz. Bilirsiniz, həyatımın Sovetlər Birliyi dağılıb, çətin vaxtdır, getmişik Rusiyaya. Pulumuz yox, paramız yox, qürbət el, qürbət xalq. O dövrlərdə günlərin bir günü üzr istəyirəm, dönə-dönə izləyicilərimizdən də üzr istəyirəm. Təzə də ailə qurmuşam, yoldaşımla getmişik, çörək yoxdur. Bir qoca babuş nənədən xahiş edib, bizi evə bıraxıb orada yaşayır. Gördüm o çörəyi bişirib, çörəyi qoydu ora getdi. Ben gittim çörekte götürdüm bir kısmet yedim. Yoldaşım namaz ehlidir 9 yaşından ibadet sabır. Dedim ben onun halallığını almasam yiyebilmem. Dedim ben acıdan öldüm. Bes ne diye ne teri diye. Sonra o kadın geldi dedi ki oğul çetin günün ömrü az olar. Çok çetinlikler geçmişik. O çetinliklerden döne gelmişim. Şimdi de ortabab öz vəziyyətimizdə yaşayıram. Yalnız Borçalı adından yaşayıram. Borçalımın bütün şairlərinin, yazarlarının, şeirlərinin hamısını Rusiyada, həm Facebook səhifəsində, həm sosial şəbəkədə, həm toylarda onların yaradıcılığıyla, onların təbliğatıyla məşğulam. Bax belə, ən hekayə olub o çörək məsələsi. İzləyirik, çox izləyirik. Allah razı olsun. Oradan şeirlərinizi. Ona görə bəlkə bir dənə də bizə bir şeir deyəriz, onunla da bitirək. Saadət Anabuta deyir ki, koruyun qocaları tapılmayacaq. Üzümüzü urvat ağrı gedəcək. Torpaq sarı buğda bitirməyəcək. Dəyirmana dən yox, darı gedəcək. Saadət Ananın sözləridir. İndi bu birini de başka bir şairlerimizden diyeyim, güzel şairlerimizden diyeyim. Serkan Candarlı'nın ana şeiri var. Analarımıza can sağlığı arzulayıram. Ağbirçək axsaqqal olan yerde həmişə gözəllik olur. Serkan Bey yazır ki, əzəl gündən qara ilə yazıldı. Heç görmədim bəxti gülə anamın. Kəndirə sərdiyi Erşdəsi də urcaq oldu, əsən yerə anamın. Bax, budur. O əziyyətlərlə, o zadlarla dolanıb gəlmişik. Sonunu da Zəlimxan Yaqubla deyim. Ustadın ruhu qarşısında baş ərəm. Deyir, təntiməyin, tələsməyin, çaşmayın. Yerli, yersiz həddinizi aşmayın. Qazan gəlib qaynamamış daşmayın. Sirdaşımız səbir, dözüm olacaq. Əzəl axır dünya bizim olacaq. Vaxt Təbrizin dünya ərkin dünyasıdır. Yol Tanrının haqqı dərkin dünyasıdır. Əzəl axır dünya Türkün dünyasıdır. 3 gün, 5 gün gecim, tezim olacaq. Əzəl axır dünya bizim olacaq. Əzəl axır dünya bizim olacaq. Allah yerimizi, obamızı var eləsin. Allah sizlərə can sağlığı versin. Bu sizin bu gözəl verişə də uğurlar arzulayıram. Axarlı, baxarlı olsun. Var olun. Gene de teşekkür edirəm bütün Marnolu Radyo əməkdaşlarına, hamınıza ki, məni dəvət elədiniz. Biz də bu qısa müddətlər çıxış elədik. Çünki bu saat işlərimiz çoxdur. Bu Ayorta ilində də ayın 24-də Ayortadan kənarda qürbətdə yaşayan oğulların yığışıb söhbət etmişik, el şənliyi eləyəcəyik, ona hazırlaşıq o tədbirimizə.
Sizə təşəkkür edirəm. Çox sağ olun, Çox var olun. Mən də təşəkkür edirəm. Sizi də dəvət edirəm. Çox sağ olun. Buyurun, iştirak edin. Çox sağ olun. Elimizin gözəl jurnalistisiniz, gözəl el qızmısınız. Buyurun, siz də iştirak edin. Çox sağ olun müəllim. Mən də təşəkkür edirəm ki, bu yoğun vaxtınızda, yəni vaxt ayırdınız, gəldiniz. Yəni təşəkkür edirəm. Eləcə də mən sizin ananızı da tanıyıram. Yəni onun əllərindən öpürəm. Ona can sağlığı diləyirəm, uzun ömür diləyirəm. Həqiqətən də çox gözəl bir ananız var, bilirəm. Çox sağ olun, var olun. Belə Radio Manoli dinləyiciləri, bugünkü bizim gözəl qonağımız Vidadi Borçalıdır. Biz sizinlə sağollaşırıq və əziz dinləyicilər, bir həyat hekayəsi verilişinin gələn görüşlərdə sizinlə görüşənədək və eləcə də bir daha sizi mən bu ilaxır çərşənbə vasitəsilə təbrik edirəm. Bu bayramınız mübarək olsun. Hər birinizə bir daha uzun ömür, can sağlığı diləyirəm. Sağ olun, sağlıqla qalın. Şəkilimizi də çəkək. Siz təsirsiz.